Azərbaycanın axtarışa verdiyi Rusiyalı nazir müşaviri istefa verdi. Son günlər Azərbaycan əleyhinə açıqlamaları ilə gündəmə gələn Rusiya Nəqliyyat Nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib. O, bu barədə öz Telegram kanalında məlumat paylaşıb. Rusiya Nəqliyyat Nazirinin müşaviri səlahiyyətlərimə xitam vermək qərarına gəldim deyə o qeyd edib. Masazırda kişi yemək pişirməyən arvadını vəhşicəsinə döydü. Abşeronda kişi arvadını döyüb. Hadisə Masazır qəsəbəsində baş verib. 36 yaşlı Şücaət Kərimov yeməyi vaxtında hazırlamadığı üçün 39 yaşlı arvadını döyərək xəsarətlər yetirib. Məhkəmənin qərarı ilə Şücaət Kərimov 4 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Nardaranda kişi evində ölü tapıldı. Bakıda evdən meyit tapılıb. Hadisə Sabunçu rayonu Nardaran qəsəbəsində qeydə alınıb. 51 yaşlı Əliyev Bala Hüseyin Bala Kərimoğlunun meyidi yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Qusarda piyada yük maşınının altında qaldı. Qusarda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Bədirqala kəndində olub. Belə ki, Elçin Fətəliyevin idarə etdiyi Ford Transit markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə ölüb. Faktla bağlı cinayət işi başlanılıb.